tozlayardı. Gözəlləri odlayardı, qaynar isti çavanlığım. Bitkilər haqqında məlumat verməyə tam qaz davam edirik. Bugünkü videomuzda su mərciməyi ilə tanış olacaq. Bir digər adı ilə də Lemla minor. Mən buna su mərciməyi deməyə davam edim ən yaxşısı. Su mərciməkləri akvariumlarımızda, hətta təbiətdə də bir çox əhəmiyyətə sahibdir. Sürətlə akvariumun üstündə yayılırlar. Belə deyim, asant bir bitki istəyirsinizsə, seçəcəyiniz ilk bitkilərdən biridir. Sadəcə ışıq istəyir, çox zəif ışıqlarda inkişaf etmir. Ən azından ağ rəhbərliyə də sahib olmalısınız. Başlıca yaxşı hissələrindən danışaq. Nitrat əmici olaraq qəbul olunan bir bitkidir. Yəni akvariumunuzda istifadə etdiyinizdə həm akvarium suyunu gözəlləşdirir, nitrat və nitriti çox sürətlə əmdiyi üçün də yosunlanmanın da qarşısını bir miqdar alır. Yəni yosunlanma probleminiz varsa, su mərciməyi istifadə edib qarşısını az da olsa ala bilərsiniz. Akvariumda kölgəli qisimlər yaradır. Beləliklə balıqlarınız stresə girdiyi zaman bunların altına gizlənib rahatlaya bilirlər. Akvariumda olanlara diqqət etmişdir. Olmayanlar üçün də təkrardan göstərim. Alt qisimlərində kiçik kökləri olur. Balıq qubbilər də bu köklərin arasında gizlənərək özlərini rahat hiss edirlər. Evinizdə Japon balığıdır, ciklet balığıdır ki, bu kimi balıqlar bəsləyirsinizsə, su mərciməyini yem olaraq istifadə edə bilirsiniz. Çox gözəl bitkisel bir qidadır. Həmçinin qurudaraq yenidən digər balıqlarınıza da yem olaraq verə bilərsiniz. Pestisid və ağır metalları udaraq akvarium suyumuzu yaxşılaşdırır. Akvarium suyunuzda yüksək dərəcədə buxarlanma varsa əgər, yenə su mərciməyi istifadə edə bilərsiniz. Əgər su üstünü tamamilə tutursa, akvariumunuzda buxarlanma azalacaqdır. Sudakı ani pH dəyişikliklərinin qarşısını alır. Necə, yəni bunu gəlin sizə asant yoldan izah edim. Lemla minor gündüz zamanları fotosintez edir və akvariumdakı zooki suda olduqda karbon turşusu əmələ gəlir. Karbon turşusu isə pH səviyyəsini aşağı salır. Yəni Lemla minor isə daimi olaraq zooki verdiyimiz akvariumlarımız varsa və yaxud da akvariumda pH-ımızın stabil qalmağını istəyiriksə, Lemla minor istifadə edə bilərik. Demək olar ki, bütün faydalarını saydım. Əlavələriniz varsa yorumlar qismində bildirə bilərsiniz. Sabitləyərəm, başqaları da faydalanar. İndi isə pis cəhətlərinə danışaq. Daha doğrusu buna pis deyil də bəzilərinə görə mənfi cəhətlər deyə bilərik. Bir, çox sürətlə böyüyür. Akvariumun üstünü tez müddətdə tutur, vaxtında təmizlənməlidir. Yoxsa alt qismə işıq keçmir. 2, akvariumun dalğalıdırsa, yüksək dərəcədə dalğa varsa, akvariumun şüşələrinə yapışa bilir. Bunun isə akvariumun təmizliyinə çox diqqət verən bir insan üçün həqiqətən də bezdirici bir şey olaraq qəbul olunur. Suyun üstündən oksigen alan balıqlar var ki, bettada, quramidə, bu kimi balıqlarda su mərciməyi istifadə etməyiniz tövsiyə olunmur. Daha doğrusu, akvariumun tamamilə üst qismini əhatə etməyə düzgün deyil. Dairəvi bir halqanın içində yenə də su mərciməyi bəsləyə bilərsiniz. Lakin betanın üstə çıxıb nəfəs ala biləcəyi bir yer olmalıdır. Eyni şəkildə akvariumun suyunun üzünü tamamilə tutursa, yem atmağınızda da sizə problem yarada bilər. Betada dediyim metodu istifadə edərək də yem ata bilərsiniz. Hətta bu metodda halqanın içini boş deyil, dolu tutur. Xaricdəki qismi boş tutan var ki, çox işıq düşsün. Bugünkü videomu izlədiyiniz üçün təşəkkürlər. Gələcək videolarda görüşmək ümidi ilə.